Peyğəmbərimiz Aleyhisselatü Vesselam buyurub ki, hər kim bu duanı sidq ürəklə oxuyub o gün vəfat edərsə, cənnət əhlindən olar. Bu tövbələrin sultanı olan Seyyidül İstiğfar duasıdır. Yəni tövbənin ən üstünü. Gəlin bugün mənəvi bir zikir halqası quraq və bir-birimizin duasına şəfa olaq. Mən şərhlər bölməsində bugün 1000 istiğfar hədəfi təyin etmişəm. Oxuyan hər kəs sayını rəy bölməsində qeyd etsin. Saylarımızı birlikdə tamamlayaq. Paylaşın ki, bu xeyir halqası daha da böyüsün. Allahım, sən mənim Rəbbimsən. Səndən başqa ilah yoxdur. Məni sən yaratdın. Mən sənin qulunam. Gücüm yetdiyi qədər sənə verdiyim söz üzərindəyəm. Etdiklərimin şərrindən sənə sığınıram. Mənə verdiyin nemətləri etiraf edirəm. Günahlarımı da etiraf edirəm. Məni bağışla, çünki günahları səndən başqa heç kim bağışlaya bilməz. Amin.